Avropa İttifaqı Ermənistana anti-Azərbaycan missiyasından sonra anti-Rusiya missiyası göndərir. Bu barədə erməni politoloq Benjamin Matovosyan Avropa İttifaqının Ermənistana mülki missiya göndərmək qərarını şərh edərkən deyib. Matovosyan iddia edir ki, yeni qrup Ermənistan-Azərbaycan sərhədini izləyən missiyanı əvəz edəcək. Tezliklə Ermənistana gələcəyi deyilən yeni qrupun 2 illik mandatı olacaq və mahiyyət etibarilə Ermənistan-Azərbaycan sərhədini izləyən qrupu əvəz etmək üçün nəzərdə tutulub. Azərbaycanın tələblərindən biri sərhəddə 3-cü qüvvələrin olmaması idi. Burada söhbət Avropa İttifaqı missiyasından gedir. Məntiqi nəticə belədir ki, Paşinyan bu tələbi yerinə yetirib və sərhəddəki missiyanı çıxarır. Əvəzində anti-Rusiya missiyasını qəbul edir. Avropanın hibrid hücumlarla mübarizə barədə bəyanatı da Rusiyaya yönəlib. Erməni politoloq hesab edir ki, Ermənistan Rusiya və Avropanın toqquşma poligonuna çevrilib. Avropa Siyasi Birliyinin sammiti İrəvanda keçiriləcək. Bu seçki kampaniyası baxımından Paşinyanın komandasına sərf edir, lakin Ermənistan üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Çünki Rusiya və Avropa arasında birbaşa toqquşma riski artır. Misal üçün, 14 apreldə Dövlət Duması xaricdə Rusiya vətəndaşlarını qorumaq üçün silahlı qüvvələrdən istifadəyə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul etdi. Qanun layihəsinin müəllifləri nümunə kimi ABŞ qanunvericiliyini göstərir. Həmçinin 2023-cü ildə Rusiyalı xokkeyçi Maksim Sergeyevin Polşada casusluq ittihamı ilə həbs olunmasını qanunun qəbuluna zərurət yaradan nümunələrdən biri kimi təqdim ediblər. Bu, Rusiya və Avropa İttifaqı arasında qarşıdurmanı gücləndirir və Ermənistan ən təhlükəli anda Avropaya qoşulmaq qərarına gəlib. O vurğulayıb. Digər tərəfdən Ermənistanda vəziyyət dəyişir. Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərə sülh üçün ayağa qalxmaq çağırış edib. Erməni baş nazir müharibə tərəfdarlarını siyasətdən qovmaq lazım olduğunu bildirib. Ermənistan xalqı sülh üçün ayağa qalxmalıdır. Onlar müharibə tərəfdarlarının itlərini və çaqqallarını, siyasi avaraları siyasətdən qovmalıdır, deyə Nikol bildirib. Qeyd edək ki, Ermənistan müxalifəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxır və seçkidə qalib gələcəkləri təqdirdə Bakı-İrəvan xəttində əldə olunan razılaşmalara yenidən baxacaqlarını bəyan ediblər.